Salam olsun MGTV izləyicilərinə, salam olsun Mustafa bəy sizə, salam olsun əziz və böyük Türk millətimə. Demək, geosiyasi oyunlarda Suriyada yeni qurulan Colani kabinetində bilirsiniz ki, bir dənə türkmən yoxdur. Kürtlər var, Suriyalilər var, Nusralilər var, Xristiyanlar var, hər kəs var, bizlərdən türkmənlər yoxdur. Həm də Türkiyə Silahlı Qüvvələri Bağıstan, Bəşər Əsəddən qalmış hərbi üst bazalarını götürüb orada Türkiyə Silahlı Qüvvələrinin üstünü qurmalıydılar və bildiyiniz kimi İsrail Hava Qüvvələri həmin üsləri yerlə bir elədi. Və bu günlərdə bildiyiniz kimi dünən Suriyada Amerika dəstəkli YPG, PKK və Amerikanın birbaşa Amerikanın Şamdan 50 km kənarda üst qurdular. İsrailin də çıxış etməyə ki, Türkiyə Silahlı Qüvvələri üstü olmasın, o biz özümüzü təhlükəsiz hiss eləməliyik. Və buna əsasən belə nəticəyə gəlinir ki, Türkiyə dəstəkli Suriyada 5,5 milyon türkmənlərin özəl cümhuriyyətini qurmaq lazımdır. Çünki artıq bu gedişlər Suriyanın ərazi bütövlüyünü təmin etməyəcək. Orada federal dövlətlər birliyinə gedəcəkdir. Bildiyiniz kimi artıq inteqrasiya oldu. YPG Suriya Milli Ordusuna uniformasını geyindi və orada da artıq Kürdistan qurulur. Buna görə də bu yalan boş danışıb ərazi bütövlüyünü bütün saxlamağı boş şeylərdir. Türkiyə dəstəkli və hər bir Türk dövlətləri də dəstəyi ilə orada türkmən qardaşlarımıza özəl türkmən eli cümhuriyyəti qurulması şərtdir. Və o da qurulmaq üçün Türk Silahlı Qüvvələri həmən orada üslərini qurmalıdır. Həm hava savunma üslərini, həm də özəl hərəkətlərin, qara hərəkətlərin üslərini qurulmalıdır. Bundan başqa çarəmiz qalmadı, bundan başqa yolumuz qalmadı. Türkmən qardaşlarımıza həm sahib çıxaraq, həm Türkiyəmizin sınırında Suriyada 5,5 milyon türkmən elini yaratmaq artıq şərtdir və vacibdir. Və bunu da gecikmədən həll etmək lazımdır. Və buna da dəstək olaraq Kərkük-Musul mərkəzli türkmən elini də bu işlərə qavuşmaq lazımdır. Allah'a amanət olun. Uca Tanrım Türk'ü korusun ve uzatsın.